Salam əzizləyicilər, bugünkü avtomobilimiz 2016-cı ilin Passat'ıdır. B8 kuzasında. Deməli bir problemi var ki, avtomobil xoda düşür və sönür. İndi xodlamağa çalışacaq. İndi kompüteri qoşmuşuq, görək nə xəta kodlar var. Belə bir xəta kodu var. Fuel pump module control circuit low. Deməli, yanacaq nasosunun xəttində problem var. İndi yoxlayacaq, görək burada problem nədədir? Nasosun özündədirmi, yoxsa xəttindədirmi? Bu sadə relay ilə deyil, bunun bloku var, idarə etmə bloku. Bu nasosun yerinə biz adi lampa qoymuşuq güclü. İndi aktivasiya eləyəcək nasosu. Amma işığı yanmır. Bizdə bu moduldan çıxış yoxdur. İndi araşdıracaq görək problem nədədir. Qoruyucudan bura bizdə plus gəlməlidir. Bax, bu plus yoxdur. Ona görə də bu blok işə düşmür. Öz növbəsində də nasosu idarə eləmir. İndi bizə maraqlıdır ki, buradan bura niyə plus gəlmir? Plusu bərpa eləmək lazımdır. Deməli, burada qoruyucu var. Bax, bu Orxansda 15 amperlikdə. Orxansda bunu sökübdür. Burada aşkar edib ki, yəni zavoddan kənar işlər gedib burada. Bu da heç yaxşı iş deyil. İndi Orxansda bunu bərpa eləyəcək. Ondan sonra da qoşub göstərəcək. Yaşasın Orxansda. Avtomobilin xəttlərini Orxansda təmir elədi. İndi avtomobili xoda salacaq. Xoda düşdü. Heç bir xəta kodu yoxdur hal-hazırda. Avtomobil normal işləyir. Nasosumuzun da təzyiqi normaldır. Manualında 4 ilə 7 arasında olmalıdır. Avtomobildə problem sonradan quraşdırılmış releydir. Diqqətiniz üçün təşəkkürlər.